Salam əziz tələbələr. Deməli 14 dekabr 2025-ci il üçün kursumuza keçirilən vergi sınağının abstrakt məntiq hissəsinin izahları olacaq. 35 sual olacaq. Deməli 16-cı sualdan başlayır bu hissə. 16-cı sualda bizə bir qanunluq verilir. Yəni verilmiş fiquru 90 dərəcə sağ əqrəb istiqamətinə çevriləndə, yəni bu şəkildə sağdakı fiqur alınır. Təbii ki, bunu bu şəkildə göstərək. Hər hansı bir fiquru 90 dərəcə, yəni belə çevirib almaq olur sağdakını. İndi bizə də nə istəyir? Bu fiquru 90 dərəcə çevirmək. Məsləhətdir, bunu həmişə şifahi eləyənməsəz, vərəqə də çəkib çevirə bilərsiniz ki, 100 sayıcı nəticə çıxsın. 90 dərəcə çevirəndə artıq deməli ortaya çıxır. Bir D. İkinci, yəni 17-ci suala keçirik. Bizə deyir ki, burada birincidən yenə ikinci hansı qanunluqla alınıbsa 3-dən 4 o cür almalıdır. Deməli, burada ən çox tələbələr səhv edib 90 dərəcə söhbəti eləyir burada. Amma yəni göstərim ki, birincidən ikincini almaq güzgü effekti iləndir. 90 dərəcə ilə almaq olmur. Baxaq bir dənə. 90 dərəcə eləyəndə bu şəkildə olur. Və yaxud 180 dərəcə olanda da alınmır. Yəni bilin ki, artıq burada güzgü effektidir. Soldan sağa doğru bir güzgü effektindən istifadə edib. Bizdə də bunun güzgü effektini eləsək, elə altıbucaqlı olduğu kimi qalır, yəni üfüqi şəkildə qalır. O üfüqi şəkildə qalansa bir dənə B-dədir. Və bu hissədə güzgü kimi sağa keçir. Yəni cavab B bəndi. 18-ci sual. Çətin bir sual deyil. Sadəcə kökaltı məsələlərinə bir dənə diqqət yetirmək lazım. Ona görə burada çox tələbə çaşır. Nə olursun, sol sola, sağ sağa bərabər yazılmalı. Yəni burada kök altında bunları ayrıca bir dənə yazım. Əslində tam olaraq belə yazılmalıdır. Deməlisiniz ki, kök altında A bərabərdir 2-yə. Yəni A orada neçə olacaq? 4. Və kök altında B bərabərdir 1-ə və B də nə olacaq? Elə 1. Yəni 2 ilə 1 ilə işləmirsiniz. Yəni A-nın yerinə burada 4, B-nin yerində 1 yazmalıdır. Və 4 də 1-dən böyük olduğuna görə təbii ki, birinci şərti həll eləməliyik. Yəni bu şərtlə 4 1-dən böyükdür. O da deyir 2-ni vur 4-ə, üstünə 1 gəl. Birinci mötərizənin cavabı alındı 9. Hələlik bu hissəni silirəm. İndi 4 bir söhbətin yazım dursun. Çünki bir dənə də o qaydadan istifadə edəcəyik. Deməli, birinci mötərizənin lap üstünə xətt çəkin. Bilin ki, bunun cavabı artıq nə oldu? 9 oldu. Və 9, 11-i bir daha buna görə eləyirik. Yenə bəzən tələbə çaşı deyir, müəllim A 3-dür. Kök altında A 9-a bərabər. Yəni kök altı neçədən 9 çıxır? 81-dən. Kök altı neçədən 11 çıxır? 121-dən. Və təbii ki, 81 121-dən kiçik olduğuna görə o şərtdə bilirsiniz ki, A ödəyir. Bu ikinci hissədə ödəyir. Bizə nə deyir? B-dən A-nı çıxmamızı istəyir. Yəni, cavab nə olacaq? 40 olacaq. Getdik 19-cu sual. 19-cu sual da ən vacib suallarımızın təbii ki, biridir. Bu misalların hamısında bir qayda var. Deyir ki, sağ rəqəmi hərəkət istiqamətində fırlatmalısınız və qalın xəttdən ştrixə doğru hərəkəti minimum dönmə bucağını təxmini olaraq tapmalısınız. Və tapandan sonra azalma və artma sırası ilə sıralamaq soruşur. Həmişə bu qara qoyulan yerə baxın. Burada deməli, bucaqların çevrilməsi olunan saatdan da eləmək olur. Yəni, saat necə qurulur? Saatdan eləmək nədir? Ümumiyyətlə, 360 maksimum dərəcə var. 12 saat olduğuna görə. Böləndə 1 saata təbii ki, 30 dərəcə düşür. İndi nə qədər saat fərq varsa, onu 30-a vurub da tapma olur. Tutaq ki, biz burada ortada 12 yazaq. Burada nə bilim 6 yazaq. Burada 9 yazaq simvolik. Burada 3 yazsaq simvolik belə saat götürsən. İndi sizə rahat olan hissəni götürün. Məsələn, düz uzaqlığın bu hissəsi. Bu hissəsi buradadır. Amma saat əqrəb istiqamətinə fırlanıb, düz gəlib, bax bura, belə. İndi burada bir simvolik rəqəm yaza bilərsiniz. Məsələn, tutaq ki, bura 7 yazıram. Sağa da 5 yazıram. İndi deyəcəksiniz, mən biraz 6 tam nə qədər eləyir, onun önəmi yoxdur. Yəni, yaxın simvolik yazın. Bunu belə tapmaq lazımdır. Ən çox tələbələr deyir ki, mən 2 saat geriyə getmək, 10 saat saat əqrəb istiqamət getmək deməkdir.
Yəni onu da vurursunuz 30'a. Yəni buna 300 dərəcə yazma olur bu misallara. Bəzən də olur ki, bəzi suallarda elə şifahi də eləmək olur. Heç sadə yazmasız da olur. Məsələn, bu ikinci sualda əgər sağ bu tinə 9 yazıram, 3 yazıramsa, bunun qabaq tini nə olacaq? 9'dur. Əgər yuxarı 12 yazsınızsa, onda həmin tində aşağı 6 yazın. İndi mən burada baxsam ki, 3-cü tin gəlib fıranıb 9'un qabağı budur. Amma görürsünüz ki, burada hərəkət ehtimalı ilə saat əqrəb istiqamətində belə fırada gedə bilərsiniz. Sadəcə bəzən tələbələr saatı yaxşı başa düşmür. Mən ona görə hər ikisini anlayış vermək istəyirəm. Ya da elə bu bir dənə simvolik dursun burada qalsın. Məsələn, adi bir şeydə əslində ikiyə sadə ehtiyac yoxdur. Baxın, bu ox işarəsi var. Ha. Bax bunu bilirsiniz ki, 180 dərəcə onun qarşı üzüdür. Yəni əks üzüdür. Prosta buradakı ox bu şəkildə dayanmalıdır. 180 dərəcə olanda belə düppədüz. Buradan amma ox biraz da nə edib? Qabağa gedib. Yəni əslində bu 180'ı demək olar ki, nə edib? Keçib. Yəni simvolik olaraq bura istəyirsiniz 190 yazın, istəyirsiniz bir 200 yazın. Sonra üçüncü sual. Üçüncü sualla dördüncü sual, onlar düzgün fiqurlardır. Yəni, hansını istəsiz belə sağa çevirə bilər. Məsələn, bu tini götürürəm. Bu tin, ştrixin tini ən tez buradadır da. Məsələn, buradan bura kimi neçə dərəcə çevir, belə. Və yaxud bu tini götürürsünüz, ştrixin tini budur. Buradan bura neçə dərəcə hərəkət edir. Yəni, bilmək olur ki, çox az hərəkət edir. Məsələn, bir 30 dərəcə yaza bilərsiniz. Eyni şey 4'e də aiddir. 4'e də məsələn hər hansı bir amma bir dənə diqqətli olun, buradan sola getməyin ha. Bu sağ əqrəbin əksi deməkdir. Bu tin sağ əqrəb istiqaməti ən tez harda dayanır, ora hərəkət edəməzsiniz belə. Normalda bu şəkildə xətt çəksək bura. Baxın, bunun düz ortası 45 dərəcə eləyir. Yəni 4'e nə yaza bilərik? Bir 45 dərəcə yaza bilərsiniz. Çünki 90 dərəcədə bu sağ ortaya düşməlidir. Və beşinci sual. Beşinci sualda da əslində müəyyən bir anlayış var. Bir dənə bu şəkildə göstərək. Baxın yenə. Bax bu tin belədir. Götürdüm bu tini. Başa düşün. Bunu 90 dərəcə eləyəndə gəlib bax bu tinə düşür. Yəni əks tərəfə. Buradan eləyəndə bu tinə. Və bilirsiniz ki, bu iştirak gəlib bura kimi gedir baxın. Yəni 90'dan nədir? Artıqdır. Onun fərqi yoxdur. İstəyirsiniz 120 yazın, istəyirsiniz 125 yazın, onun heç bir önəmi yoxdur. Yəni 5 dərəcə, 10 dərəcə o yan bu yan olmalı. İndi bizə nə sual verir? Bizə deyir ki, azalma sırasını. Amma təbii ki, variantlarla işləmək həmişə ən yaxşıdır. Çünki ən böyük burada nədir? 9'dur. 9 nədir? Birinci fiqurdur. Birinci fiqur ən böyükdür. Azalma deyəndə 1 ilə başlamalıdır. Baxın bir dənə. Yəni B bəndini onsuz da görmək olurdu. Sadəcə bir dənə dəqiqləşdirək. Ən böyük 1'dir. Sonra ikincidir. Sonra gəlir. İkinci yox, beşinci. Daha doğrusu da düzdür. Bir, 2, sonra beşinci. Hə, düz yazmışıq. Sonra 5'ten sonra 125'ten sonra heç onda gəlir dördüncü, sonra da üçüncü. Azalma sıra və yaxud artma da deyə bilərdi. Artma deseydi 3'dən başlayacaqdı. Belə bir şey. Simvolik, amma bir dənə qaydalar fikir verin ki, ancaq qalın xəttdən qırıq-qırığa hərəkəti bizdən istəyir bu şəkildə. Sonra davam edək 20-ci sual görək. 20-ci sual cədvəl sualı belədir. Buna 16 kimi baxın. 36, 64. 4'ü 2'ye vurub 2 dəfə artırıb 16. 6'nı 3'e vurub 18, 2 dəfə artırıb 36. 8'i 4'e vurub 32, 2 dəfə artırıb 64. 2'ni 3'e vurub 6, 2 dəfə artırıb 12. Cavab A. Növbəti əsas maraqlı bir sual. 21-ci sual. Burada ümumi qayda nədir? Qayda odur ki, deyir ki, rəqəmlərin bu ədəd 3'ə qalxısı bölünürsə, o kimi ABY-nin cəmi. Məsələ odur ki, variantlar var ha, bunlar hamısı kodlardır. Kodları uyğun rəqəmlər də aşağıda yazılır. Və 3'ə bölünən ədəd elə bir ədəddir ki, rəqəmlərin cəmi neynəsin? 3'ə bölünsün. Biz bu misalda məcburuq hissə-hissə bir-bir tapmağa. Bir saniyə bir dənə. Deməli, burada bu misalda məsələn variantları bu şəkildə yoxlamalısınız. Bax, birinci 6 ilə 8'in rəqəmlərinin cəmi 14'dür.
14-ün üstündə bu variantlardakı hansı kodu gəlsək, cavab 3-ə bölünən ədəd olur. Məsələn, A bəndini yoxlayıram. 4-ü gəlmirsə, 4-ün kodunu gəlsiz. 5 kodunu gəlsiz. 5-ci yerdə 17-dir. Və 9 bunun kodunu gəlsiz. İndi bunu toplasaq, görək neçə edir. Bu 26, 36, 43. 43-ün içinə də bunu gəldik, eləyir 67. 67 bilirsiniz ki, 3-ə bölünən ədəd deyil. Ona görə A bəndi getdi. B bəndi. Birincinin kodunu yazıram, 2-nin kodunu yazıram və 4-ün kodunu yazıram. Belə. 9, 19, 28, bu da 12, 40, 54. Hə, onda cavab budur. Çünki 54 3-ə tam bölünən bir rəqəmdir. Çətin bir sual deyil, biraz tezbazar variantları yoxlayanda, amma bilin ki, buradakılar koddur. Koda uyğun rəqəmləri götürməlisiniz. 22-ci sual piramida tipli bir suallar, onun adı belə gedir. Yəni, təbii ki, bəzən olur ki, imtahanda bu soldan sağa verilmi, yuxarıdan aşağı verilir. Bu şəkildə, o heç bir fərqi yoxdur. Deməli, burada birincidən ikincini almışıq deyənə, ikincidə olanları birə gətirib qoymaq lazımdır. Yəni, ikincidə olan 8-i qoydum bura. 9 ilə 7-dən necə 8 alıb? Deməli, topla bölü 2-dən istifadə edeyim. Yoxlayaq. 7-ni qoydum bura. 9 ilə 5-i toplayıb 2-yə bölüb. 5-i qoydum. Əslində ta 1-2 dənəsini yoxlayıb, hamısını doldurma ehtiyac yoxdur. Yəni, birbaşa ta A-nı qoyuram bura. 8-dən 8-i topladım, 2-yə böldüm. A 8 oldu. B-ni qoyuram bura. Öz yerinə qoymalısınız. Yəni 2-ni 1-ə, üçüncüdəki rəqəmləri də 2-yə qoymaq lazımdır. B-ni qoydum bura. O da toplayıram 15-in yarısı. 7, 15 bu elədir. Sonra bir dənə də burada diqqətli olun ki, özü tamla da çıxır. Məsələn, bax 7, 15 əslində hardan çıxıb? Bax buradan çıxıb. Lazım olsa. 9-un yəni altından çıxıb. Düzdür? Yəni biz nə edirik? 9 ilə 6-ın daha doğrusu ortasından. Biraz bunu balacalaşdırım. Belə də əslində. Doğrudan da toplayıb 15-i yarıya bölüm. İndi mən sağdakı S-ni gətirib qoymalıyam öz yerinə. Yəni, bax bura. S də olmalıdır. 11 ilə 8, 19-un yarısı. Yəni, o da olacaq 9 tam 15. O üçün cavab nə olur? 25. B bəndə olacaq. 23-cü sual. Deməli, təbii ki, bir qayda var ki, onu mütləq şəkildə bilmək lazımdır. Bütün üç rəqəmli ədədlərin tərsini çıxdıqda cavabda həmişə ortadakı rəqəm 9 alınır. Yəni nə olur olsun da, ta ki 300, nə bilim 61 çıxılsın 163, çıxanda 198 eləyir. Bir dənə bəzi şeylər var ki, fikir verək. Bütün üç rəqəmlərdən tərsi çıxanda həmişə ortadakı 9 alınır. O heç onu bilir. Nə vaxtsa siz yoxlaya bilərsiniz. Amma bir vacib qayda da var ki, təbii ki, qobra minusu bu. Ortadakı 9 var ha. Həmişə sağ solun nəyinə bərabər olmalıdır? Cəminə bərabər olmalıdır. Yəni burada ABC-nin tərsini çıxıb CB-yə alıbsa, ortadakı rəqəm 9-dur. 9 da sağ solun cəmidir. Yəni bura 2-dirsə, milyard faiz bu nə olacaq? 7. Bu verilənlərdir. Biz verilənləri yazaq. Burada bir dənə C-ni də tapa bilirik. Bir dənə B-ni tapamayacaq. Deməli, C də təbii ki, 11-dən 9 çıxıb. Burada da belə. Biri sağa gedib. 8-dən 1 çıxıb 7 alıb. Bəzən tələbə deyir, mənim B-ni axtarın. B-ni istəsəz də tapa bilməzsiniz. B nə ola bilər? B, deməli, ola biləcək rəqəmlər 1, 9, 7-dən başqa hər şey. Yəni, yaxşı tərsinə yazır. 1, 7 və bir də ki, 9 rəqəmi ola bilməz. Bundan başqa bütün rəqəmlər ola bilər. Yəni 2-də ola bilər, 3-də, 5-də və s. Belə. İndi bizə deyir ki, şərtlərdə hansı mütləq doğrudur, diqqətli olun. Deyir ki, B hər bir halda C-dən böyükdür. Baxaq görək vəziyyət nədir? E, Bizdən mütləq doğrunu istəyir. Baxın, C nədir bizdə? 1-dir. Təbii ki, mütləq B 1-dən böyük olan libov bir rəqəm 1, 7, 9-dan başqa hər şey ola bilər. Yəni, bu hər bir halda doğrudur. Amma ikinci sual. Baxın, deyir B ilə T-nin cəmi həmişə onu keçir. Həmişə keçmir axı. Bəlkə mən T-yə 7 yazıram, B-yə 2 verirəm, 3 verirəm. Cəmi onu keçməyə bilər, keçə də bilər. Amma mütləq doğru deyil. Eyni şey buna da aiddir. Bəlkə elə yenə B 2-dir, T 7-dir. Həmişə T-dən
böyük olası deyil ki. Sonra 4-də nə deyir? Deyir ki, hə, bu şey mütləq yanlışdır. Çünki A 9-da axı bilirik. 9-dan böyük ola bilməz heç vaxt. Əgər bu sualı imtahanda verib desəydi ki, e, yanlış olan variantı mütləq doğru, mütləq yanlış olanı götürün, ancaq 4-ü götürəcəyik, mütləq doğru 1-dir. Yəni 2 ilə 3-ün heç birini bilmirik. Cavab yalnız bir A bəndə. 24-cü sual asan sualdır. Yəni kvadrat və ya belə paralleloqram içində üç bucaqların sayını tapanda sayı içindəkiləri 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-i də vurup 2-yə 16 dənə üç bucaq var. Getdik 25-ci suala. 25-ci sual. Deyir şagirdlər partalara 2-2 otursalar 5 nəfər ayaqsa qalır. Əslində düsturu qəniz deyil. 2-2 otursalar 5 nəfər ayaqsa qalır. Amma 3-3 otursalar, bir dənə burada diqqətli olun. Orada görsünüz nəfər verib, konkret hər adamın sayı deyinə elə +5 yazsın. Amma burada deyir ki, hər partada 3 nəfər oturub. 4 nəfərlik stul boş qalır demir. Yazır ki, 4 parta boş qalır. Hər partada 3 nəfərsə, 4 partada neçə nəfərlik yer boş qalır? 3 dəfə 4-dür. Bunu buna vurmalısınız. Yəni 2-2 oturanda 5 nəfər ayaqda qalır. 3-3 oturanda 4 parta boş qalır. Belə. O da x bərabərdir 17. Amma bizdən sinifdə şagirdlərin sayını soruşur. Yəni 2-ni 17-yə vurub üstünə 5 də gələndə 39 eləyir və yaxud 3-ü 17-yə vurub 51-dən 12 çıxanda da yenə də 39 eləyəcək. İndi variantlarla da eləmək olar, amma düsturu daha yaxşıdır. 26-cı sual, hə, bu kürəcik məsələdir. Biraz vaxt aparan sual olsa da, lap belə çox qəliz bir sual tipi deyil, amma kürəcik məsələləri dövlət qulluqlarına düşüb, çox düşüb, vergiyə də düşə bilər. Deməli, burada ümumi anlayış verək ki, bu nə deməkdir? Bu bir topdur, kürə. Deyir ki, bu top nə edir? Ox istiqamətində hərəkət edir. Bax, gəlir, gəlir, gəlir. Bura dəyir, qayıdır, dəyir, qayıdır. Eyni şey bu da. Gəlir, düz bura kimi dəyir, qayıdır və bu da eyni qaydada. Sadəcə bəzi şeyləri bilmək lazımdır ki, yəni bu kürəciyin mərkəz nöqtəsindən ancaq söhbət gedəcək, ancaq kürəciklərin mərkəzləri. Kürəcik mərkəzi birinci xəttə düşə bilər, 2-yə düşə bilər, 3-ə düşə bilər. Amma başa düşün ki, 3-ə kim gələsiz? Çünki 4-ə mərkəz qoyarsa, onda yarısı torpağın altına gəlir. Eyni qaydada 0-cı xəttə mərkəz nöqtə deyə bilmərik. Ona görə bunlar hamısı bir saniyədir. Özü də orada verir, hamısı saniyə kimi göstərir. Hər iki xətt arasındakı məsafə 1 saniyədir. İndi bunların biz bir-bir ehtimallarını tapmalıyıq və suala baxırıq. Deyir ki, bütün kürəciklərin mərkəzləri 3-cü xəttin üzərində ikinci dəfə neçə saniyə sonra ən az olacaq? Hələ ikinci dəfə söhbətin soruya saxlayaq. Neçənci xəttin üzərinə düşməyini soruşur bizə? 3. Yəni 3-ün üzərinə bir nöqtə qoyaq ki, hər dəfə bura çatanda ehtimalını yazaq. Təbii ki, ən azı 3 dənə yazmalıyıq, sonra bir silsilə yaranır. Deməli başlayaq. 1 saniyə sonra mərkəz bura düşdü. İkinci saniyədə artıq mərkəz 3-ə düşür. Neçən saniyə düşəndə 10 saniyə kimi sağdan yatmaz. Baxın, bundan sonra bura girmir. Çünki bunun mərkəzi 4-ə düşə bilməz. 3-dən sonra məcbur geri qayıdır. 2-dən sonra qayıdır. 3-cü saniyə, 4-cü saniyə, 5-ci saniyə, 6-da təzədən düşəcək. Birini də eləyək. Görək ancaq 4-4 artırmı. 6-dan sonra yenə 7, 8, 9, 10. Deməli, bu misal əgər 2, 6, 10 yazmısansa davam məlum ki, bu 4-4 artır. Özə burada vurma olmur da plusdan ki 14, 18, 22. Çox yazmaya ehtiyac yoxdur. Biraz yazsız bəsdir. Sonra əsas budur. Yenə 2 saniyə sonra 1, ikinci saniyədə gəldi düşdü. Mən bura 2-ni yazdım. 2-dən sonra 3, 4, 5, 6, 7, 8. 8-dən sonra birini də yazmalıyam. 9, 10, 11, 12. Ən azı 3 dənə yazmalıyam ki, ardıcıllığı tuta bilim. Deməli, 6 gəlib, 4 gəlib, 6 gəlib, 4 gəlib, 6 gəlib. Bax, belə gedir bu şəkildə. Və üçüncünü də yazsam. Yenə üçüncüdə 2 saniyə sonra düşür. Yenə bura 2 yazıram. 2-dən sonra 3-cü saniyə, 4-cü saniyədə təzədən düşür. 4-dən sonra 5, 6, 7, 8. Bax, bir dənə diqqətlə qulaq asın ki,
Burada 2, 4, 8 yazan kimi başlayırsınız vur 2 vur 2 getmə. 16, 32 elə şey yoxdur. Ancaq plusdan gəlir. 2 gəlib, 4 gəlib. 2 gəlib, 4 gəlib. Bu şəkildə hər şey deyil. 2 gəlib, 4 gəlib. Belə. 26-ya kimi yazmısınızsa lap uzağa ora kimi gedə bilərsiniz. Belə ya da 28-ə kimi. İndi bəs sual nədir? Deməli, bizə nə istəyir? Bizə deyir ki, əgər desəydi ki, ən azı neçə saniyə sonra ilk dəfə düşəcəkdi üst-üstə. Bu asan da olardı. Çünki hamısı eyni nöqtədən başlayır. Hamısında 2 saniyə sonra, yəni üçün də ortaq rəqəmlərin götürməsi. Hamısı 2 saniyə sonra mərkəzi 3-ə düşəcək. Amma bizdən ikinci dəfə neçə saniyə sonra düşməyini istəyir. Yəni ikinci ortaq rəqəm nədir? Üçünün də ortaq rəqəmi. Baxın, 6 burada yoxdur. 10 ortada yoxdur. 14 yoxdur. 18 burada varsa aşağıda yoxdur. Bir dənə baxıram ki, yalnız 22 ədəddir ki, deməli 22 saniyədən sonra bütün kürəciklərin mərkəzi ikinci dəfə üçüncü xəttin üzərində olacaq. Belə. Növbəti sual 27-ci sual əslində çətin sual deyil. Yəni hamısında ağla qara fərqli xətt hissədədir. Biri yuxarıda, biri aşağıdadır. Hamısında. Bir dənə bu üçdə ikisi də eyni mövqeydədir yəni. Ona görə cavab C götürülür. 28-ci sual. Bu imtahan sualıdır. Sadəcə imtahanda fiqurun sahəsini soruşurdu. Bəzi sınaqlarda uşaqlar onun cavabını əzbər bilir deyənə və mən bunun perimetrini yazmışam ki, cavab. Bəli, sahədə cavab 72 idi, onu da saxlamışam burada. Amma bu sual dəyişmişik, eləmişik fiqurun perimetrini tapın. Sahə biraz əslində rahatdır. Eyni uzunluğa vurub boşluğa çıxa bilərik və əlavə varsa üstünə gələ bilər. Amma perimetrdə biraz diqqətli olmaq lazım ki, bunun məsələn burası nə qədərdir obş uzunluğu. İndi biz solu bilirik, 6-dırsa sağda 6-dır. Buradan bura qədər nə qədərdir? Onu da aşağıda verib. Deyir ki, bura 9-dur, bura 2-dir, bura da 2-dir. Deməli, bu fiqurun düzbucaqlı şəkildə götürsəm, perimetri aşağı 13-dür, yuxarı 13-dür. Düzdür, sol 6, sağ 6. Yəni perimetri nədir? Toplayıb 2-yə vurmaqdan. 26, 12, 38-i bilirik. Amma əlavə bəs nələr qalıb saymadıqlarımız bir dənə onu saymaq lazım. Orada diqqətli olun. Biz üfüqi olan heç nəyə saymayacağıq burada. Çünki mən bunu, buranı, buranı birləşdirdim. Onsa 13 götürmüşəm. Eyni şey aşağıya da aiddir. Buranı və 9-u birləşdirdim. 13 götürmüşəm. Mənə lazımdır əlavə yerdə qalan. 1, hər biri 3 santı sayıb çevirəcəm. 2, 3, 4, bu da 3 santı daha diqqətli olun 2 deyil. Opşi 6-dırsa, bura 3-dürsə, burada nə qədər qalır? Yenə 3 qalacaq. Deməli 5, 6. Deməli 6 dənə də əlavə nə gəlməliyəm? 3 gəlməliyəm üstünə. 6 dəfə 3. Yəni 38-dirsə 18 gələcək. Nə olacaq? 56. 29-cu sual. Ə, əslində çox diqqət tələb edən bir sualdır. Dərəcə çox da önəmli deyil, onu tapmaq olur. Nə mənada önəmli deyil. Çünki 450 dərəcə saat əqrəbin əksinə getmək, təbii ki, 450-dən bir dənə 360-ı çıxmalısınız. Yəni, bu o deməkdir ki, 90 dərəcə qaldığına görə. Əgər mənfi 90 olsaydı, artıq saat əqrəbi istiqamətində 90 dərəcə gedəcək. Amma normal çıxanda elə müsbət 90 qalır. Deməli, bu fiquru 90 dərəcə sadəcə saat əqrəbin əksinə çevirmək lazımdır. Bu fiquru. Dediyim kimi, imtahanda ya bir hissəsini götürün, çəkin, çevirin. Əgər variantlar çox oxşarsa, amma burada baxsaq ki, çoxu bir-birinə. Bax, belə çevirəndə heç adam hiss eləmir. Baxın, demək olar ki, 90% adam hiss eləmir ki, həmin çevrildi ki. Yəni, baxanda görürəm ki, bu qara bir-birinə əks istiqamətdədir. Burada ikisi də soldadır. Belə çıxa bilərik. Gedək B bəndinə görək nə var. Bu düzdür. Bir-bir baxdan. Bu düzdür, bu düzdür. Bunlar düzdür. Sağ düzdür. Hə, bax, burada görürsünüz, bax, bu hissə səhvdir artıq. Çox çaşdırıcı sualdır ona görə. Bu şeydə burası düzdür. Bura sol tərəfin artıq bunun burası səhvdir. Getdik D bəndinə. D-də bunlar qarşı-qarşıya düzdür. Bu yuxarıda, bu da yuxarıda, sağda, solda. Hə, bu da hamısı düzdür. Cavab D olacaq. Amma vərəqdə eləsəz düzdür. Vərəqdə eləyəndə məcbur deyilsiniz ki, bu tor xəttlərini çəkməyə. Eləcə kənarlarını çəkib milyard faizi dəqiq cavab almaq üçün eləyə bilərsiniz.
30-cu sual ardıcıllıqlarla bağlı bir sualdır. Və təbii ki, balaca rəqəmlər varsa, həmişə böyükdən tapmaq daha yaxşıdır, mütləq. 18-i nəyə vuranda 93-ə ən yaxın eləyir, ancaq belə yanaşsın. Deməli, 5-ə vurub 3 gəlir. Burada 4-ə vurub 2 gəlir. Yəni, bu şəkildə hərəkət edilir. Deməli, onda burada 3-ə vurub 1 gəlir. Və məcburən bunu bir işarəti 2-yə vurub üstünə 0 gəlir. 2'ye vurup 3'e vurup 4'e vurup 5'e biz 6'ya vuracağız. Ve 0, 1, 2, 3 tabii ki 6'ya vurup üstüne 4 gelmeli. 93'ü 6'ya vuranda 9 dəfə 50, 540 o da 18. 558 üstüne de 4 gelmeli 562 abende olacak. 31-ci sual yaxşı bir sualdır. Bir saniye. Bize deyir ki kvadratın kanallarına bu rəqəmləri də elə doldurmaq lazım ki, sətrin də, sütunun da cəmi hamısı bir-birinə bərabər olsun. Təbii ki, bir müəyyən bir qaydadan istifadə etmək lazımdır sonra doldurma. Sətrin də cəmləri eynidir, sütunun da cəmləri eyni olduğuna görə simvolik olaraq tutaq ki, x götürək. Hamısının cəmi eyni olmalıdır. Və bilin, buradakı rəqəmlər və içəridəki bu rəqəmlər, bunların hamısını toplayıb saylarına bölməlisin. Əgər 3-ü 3-ə veribsə 3-ə böləcəm. 4-ün 4-ə veriləndə 4-ə. Neçəyə neçəyə verilibsə o sayını böləcəm. Yəni 3x bərabərdir. Bunlarla bunların hamısının cəmi 96, x 32. Yəni bu deməkdir ki, bütün sətirlərin cəmi məcburdur ki, nə çıxsın? 32. Yalnız sətirlə işləməyə bilərsə, sütunla da eləyə bilərsən. Demək ki, hamısı 32 olmalıdır. Çünki sətir sütun bərabər olmalıdır. Belə, bu şəkildə. Bundan sonra başlayaq artıq rəqəm qoymaq. Məsələn, 15-in üstünə nə gəndə 32 eləyir? 17. Deyə bilərsən 17 3 ilə 14-ün də cəmi ola bilər. 4 də olursa fərq yoxdur. Qoyaq. İndi bir dənə bir məsələ var. 4 dənə 13-də fikir verin. Bax, mən bura 4 yazsam, e, 21 eləyir. Düzdürmü? 21-in üstünə gərək mən nə gəlim ki? 32, 11. Və baxın görün, o ədəd yoxdursa başını buraxın. Əgər mən bura 3 yazsam, yəni ta ki 3 ilə nə götürək orada? 3 ilə 14 götürək. 2 cəmi 32 eləsin. İndi 17 ilə 3 20, onda bura 12 düşür. 12 varsa hələ ki düz gedilir. Sonra sütun üzrə orta sütun 14, 16, 32. Bura 2 qoymalıyam. 2 var mı orada? O da var. Ancaq ora baxın. Oradakı rəqəm yoxsa havaya getməyin. Və sətr üzrə 19, 19-un üstünə 13 gəlməliyəm. 13 də var orada. 15 ilə 13, 28 üstünə 4 gəlməliyəm. Bəli, elə budur. Və burada da deməli 12, 16, 10, 12, 16, 4-ün də cəmi 4-dən da 32 eləyir. Bu şəkildə. Yəni həlli belədir. Amma əsas mütləq 32-ləri yazmaq lazımdır. Deməli, 32-ci sual. Bu nədir? Deməli, cədvələ uyğun olaraq misalı həll edə. Təbii ki, 29-dan 4-dən 50 almaq lazımdır. İndi 29-dan 4 çıxıb 25 2-yə vura bilərik. Amma yoxlamalıyıq. 29-dan 6 çıxıram. 23 2-yə vurub. Deməli belədir. Çıxıb 2-yə vurmadan istifadə edeyim. Ona görə A nə olacaq burada? Çıxacam 34-dən 2, 32-yə 2-yə vuracam. Və B nə olacaq burada? 11-dən çıxıram 6, 5, 5-i 2-yə vuracam. Belə. Sualın da cavabı nədir? 64 çıxılsın 3 dəfə B. Yəni 30. O da olacaq 34. Sonra 33-cü sual. Yaxşı bir sualdır bu da. 33-də bizə nə deyir? Bu qrant olsun. Mane olmasın bu bizə. Deməli, burada 2 dənə düzbucaqlı var. Bərabər ölçülü bir düzbucaqlıdır. Belə. Bizə deyir ki, düzbucaqlı formasının vərəqləri əllərində tutublar. Bu düzbucaqlının 4 tərəfini üçün toplayıb. Deməli, düzbucaqlı bərabər ölçü olduğuna görə simvolik ya A ya X fərq yoxdur. Bu X-dir, bu da X-dir. Bu y ise eyni şey. Bu da y'dir ve bu buna da aittir. X, çünkü beraber ölçülü bir düzbucaqdır. Şimdi bize ne deyir burada? Deyir ki, Həsən bu 4 tərəfdən 3-ünü toplayıb və cəmi 20 alıb. Uğur isə 3-ünü digər 3-ünü toplayıb 22 alıb.
Yəni nə deməkdir bu? Məsələn, birini götürməndə x plus x plus y. Məsələn, yazan 2x plus y bərabərdir. Deməli 20. Təbii ki, o bir də bunun tərsi olacaq. 2y plus x bərabərdir 22. Bu şəkildə. İndi bunu tərəf-tərəfə toplasaq, eləyəcək nə? 3x plus 3y bərabərdir 42. X plus y bərabər 14. Perimetri soruşsaydı, əslində perimetri bilirik də. Toplayıb x-dən y toplayıb nəyə vurmalı? 2-yə. Perimetri soruşsaydı, yəni ikisinin də cavabını yazaq. Yəni bu sualın cavabı 28 olacaqdı perimetrdə. Amma sahə soruşur deyəndə hər şey dəqiq tapmalıyıq. X plus 14 isə əslində bu misal hazırdır. Çünki 2x plus y elə belə açıq aydın bir dənə yazaq. Şurada, burada x-dən y-in cəmini biz nə tapdıq? Təbii ki, 14 tapmışıq. 14 tapmışıqsa, demək ki, x-də nə olacaq? 6. Eyni şey burada da açmaq olar. Fərqi yoxdur. Deməli, biri 6-dır, bir də nə olacaq? 8. Və təbii ki, eni 6, uzunu 8 isə fiqurun sahəsi, tutaqlı fiqurun sahəsi 48 olacaq. B bəndə. 34-cü sual. Yaxşı bir sualdır və bu sualda da bizdən nə istəyir? Hər dəfə e, deməli biri itir. Görürsüz burada azala-azala gedir. Baxın, hər dəfə azala. Amma e, deməli əgər ürək işarəsi itmirsə və yaxud dairə bunlar itmirsə, olduğu kimi sağa gedirsə, deməli itən ən dibdəki olur. Baxın bura. Bax bu aypara var ha. Bax bu aypara itir. Qalan hamısı bir dama keçir onun yerinə. Yəni keçir. Sonra burada bax bu fiqur var. Ha. Bax bu itməlidir. Görürsüz qara ürək keçib bunun yerinə. Sonra burada da qara ürək itməlidir. Yuxarını da bilirik də. Ağ ürək keçdi sağa, keçdi sağa. Ağ ürək ən sağda olmalıdır. Yəni onsuz da A-la Y-ni silməlidir. Bunlara baxmaq lazımdır. İndi bəs qara ürək itirsə, bu 5 bucaq bunun yerinə keçsə, ox da bunun yerinə keçsə belə bir şey olacaq. O da təbii ki, səhvdir bu. 5 bucaq bunun yerinə keçməlidir. O da bir dənə D-də var. Yaxşı bir sualdır bu da. Sonra 35-ci sual. Aşağıdakı sxemdə deyir ki, bir rəqəmli ədədlər verilir. Bir rəqəmli ədəd deyəndə bu 0 da ola bilər. Oxla göstərilən hər bir ədəd özündən əvvəlki iki ədədin cəmi ya fərqidir. Yəni, ta ki, n var, ya kailin fərqidir, ya kailin cəmidir. Amma çıxma zamanı həmişə deyir, soldan sağa çıxmaq lazımdır. Buna da riayət etmək lazımdır. İndi bu nümunəyə tabi baxmaq ehtiyac yoxdur, nümunə verir. Bizə deyir ki, eyni qayda verilmiş sxemdə aşağıdakılardan hansı eğer ola bilməz? Yəni, məsələn, tutaq ki, yoxlayırıq. Təbii ki, bir variant yoxlamalısın. Elə bir qoysaq, 8-dən nə çıxanda 1 eləyir? Məsələn, bura nə yaza bilər? 7 yaza bilər. Burada dediyim kimi ya çıxma ya toplama eləməlisən. İndi çıxma 13 yazan bilmirəm, toplama ilə yazıram. Yəni 1-in üstünə 6 gəlib 7. Eyni şəkildə burada ya keyfiniz istəyir 7 yazın, toplayıb müəllim alıb, ya da ki 9 yazın ki, mən 9-dan 1 çıxır. Yəni 1 düzdür. Amma 3-ü yoxlasaq, bir dənə baxım. 3 olsa məcburdur ki, bura 5 olsun. Amma 5 olsa, bunun artığı ya 11 olmalıdır. Soldan sağa çıxım. Bildiniz? Yəni o da olmaz. Bəzi tələbələr 1 yazır ki, mənim altdan 1 çıxıb. Yuxarıda şərtdə verilib ki, çıxma ancaq soldan sağa çıxmaqla mümkündür. Yəni bu o demək ki, burada 5 olması üçün mən bura heç bir rəqəmli ədəd qoya bilmirəm. Yəni B bəndi heç bir halda mümkün deyil. Sonra 36-cı sual. Bizə deyir ki, ilk ikisinə üçüncü ilə al. Təbii ki, yolu çətin deyil. Yəni, ortaqlar üst-üstə düşəndə neyniyim? İxtisar gedir. Burada da bilirsiniz ki, kvadratdan smalin, kvadrat smal ixtisar gedir qalır. İndi burada yerini dəyişmişəm. Nə ilə nə olmalıdır ki, təbii ki, cavab. Bax, ox işarəsi burada yoxdursa, mütləq şəkildə ox olan bir variantlara baxmalıyıq. Birində ox olmalıdır ki, şey olsun. Ortaq yoxdur axı, cavaba gəlməlidir. Bildiniz. Sonra, bəs bu 6 bucaqlı getməlidir, bir də 4 bucaq getməlidir axı. Çünki romb qalmalıdır. Ona görə mən bura romb çəkən bilərəm. Deməli, 6 bucaqlını çəkə bilərəm ki, onunla o getsin, bir də ki, kvadratı çəkə bilərəm. Belə bir variant olur. O da D bəndidir. İndi yoxla, variantlarla da yoxla. Doğrudan da D bəndi 6 bucaqlı ilə 6 bucaqlı, 4 bucaqlı ilə 4 bucaqlı gedir, qalır rombla ox işarəsi. Getdik 37-ci sual.
37-ci sual. Bəli, bu sual da imtahan sualıdır. Deməli, əslində bu da çətin sual deyil. Gəlin misal yolunu biləsiniz. Burada bütün hərflər ancaq koordinatlarla verilir. Yəni ki, K nədir desə, 4-dən 5-in cəminə bərabərdir. Ö nədir desə, Ö buradadır. 2 ilə 2-nin cəmidir. Yəni, burada 4 yazım. Z nədir bizdə? 2 ilə 3-ün cəmidir. Plus əti yazaq. Ə 6 ilə 1-in cəmidir. T 2 ilə 0-ın. Yəni, təbii ki, bu Ü 0 nöqtəsidir. Mütləq. Bax, bura 0 nöqtəsidir. Heç nə deyil ki, mən bunu toplayanda tutaq ki, almışam 1017. Ya almaya da bilərik. Laf bunu pozaq bir dənə. Məsələn, el nədir bizdə? El. Burada 1-dir. Ü 0 nöqtəsidir. El 1-dir. Ə də olsa 7-dir. Yenə özümüzdən ala bilərik. Ona görə sualı birinci həll edib, sonra hərfə çevirməliyik. Deməli, S nədir? 7-dir. Yəni 6 ilə 1-in cəmi. A nədir bizdə? 3 ilə 3-ün cəmi. C nədir bizdə? 2 ilə 3-ün cəmi. Plus A. Bir də R hərfi, o da 0 nöqtəsidir. İndi biz bunu toplayanda alırıq 825. Bunu deyir ki, hərfə çevir. Yəni 8 4-dən 4-ün cəmidir. 2 1 ilə 1-in cəmidir və 5 də 2 ilə 3-ün cəmidir. Ona görə cavab qoç olacaq. Sonra 38-ci sual. 38-ci sualda əslində başqa yol var, amma bunu tam yolla demək istəyirəm. Bax, burada vəziyyət necədir? Fikir verin. Bax, görürsünüz, bir dəfə sol tərəf olduğu üçün qalıb. Fikir verin. Sağ tərəf var aşağıdakı, qalxıb yuxarı. Sonra və 2-dən 3-ə keçəndə, indi sağ tərəf olduğu üçün qalıb. Baxın, neyini? Sol tərəf düşüb aşağı. İndi bizə də lazım ki, 3-dən də 4 alanda. Elə bir ki, bir dəfə sollar qalır, sağlar dəyişir. Bir dəfə sağlar qaldı, sollar dəyişir. İndi bizə lazım ki, bir dəfə də sollar qalsın, o sağ vara düşsün aşağıya. Yəni, bax, bu A bəndi kimi. Belə. İndi bunu pozuram. Bu birini də izah edeyim. Baxın, eyni şey buna da aiddir. İndi burada hansılar eyni qalıb? Deyir ki, aşağılar eyni qalıb, yuxarılar yerini dəyişib. Sağdır, keçib sola. 2-dən 3-lə necədir? Eyni qayda. İndi yuxarılar da eyni qalıb, aşağılar yerini dəyişib. İndi o çürük nədir bizdə? Aşağılar eyni qalmalıdır. O yuxarının ağzı dəyişməlidir. Görürsünüz, yenə tabi. Belə 1 ilə 3, 2 ilə 4 güzgü kimi baxmaq olar, amma tam yolu sıra ilə getməkdir. Belə olmalıdır. Ona görə bu yol dedim. 39-cu sual çox yaxşı bir sualdır doğrudan da. Və bu sualda vəziyyət nədir? Hər bir fiqur ayrı-ayrı hərəkət edir. Baxın, tutan ki, bu böyük kvadratı tapılsın. Böyük kvadrat hər dəfə görürsünüz də azalır, amma rəngində dəyişir. Ağdır, oldu qara. Sonra ağarmalıdır ki, sonra da neyniyib? Belə balaca qaralıb. İndi yuxarıda ağ olan bu ya 1-də var, ya 3-də var. Təbii ki, məsləhətdir imtahanda olan arasındakı fərqi götürün, həll eləyin. Nəinki sol tərəfi. Sol olsa eynidir da. Deməli, sağ da asandır. Baxın, bir dəfə qara, bir dəfə ağ. Təbii ki, bir dəfə uşaq qara olmalıdır bu. Və sonra da neyniyib? Ağarı. Desəz ki, müəllim, bəs birinci neyniyib? Birinci də arta-arta gedir. Bir dəfə qara, bax, artıb olub ağ. Sonra artıb olmalıdır qara. Və bir dənə də artı fikir verin, olub ağ. Belə. Cavab option 3 olacaq B bəndi. 40-cı sual. 40-cı sual kub sualıdır artı. Bizə deyir ki, kubun 3 fərqli görünüşü verilib. Aşağıdakı A hərfinin bu sağında olan boş hissə var, rəngli yüz. Hansı hərf ola bilər? Yəni, burada müəyyən şeylərə riayət etmək lazımdır, variantlar çıxar. Burada təbii ki, 6 dənə hərf var. T, Y, V, A, X, F. Və bunu bizə göstərir. Düzdür. Birincisi burada P hərfi deyilən bir şey yoxdur. Onu çıxmalıyam. İkincisi A varsa təbii ki burada A ola bilməz. Variantda F olsa da F-i də silə bilərdi. İndi baxaq burada bu üç variantdan hansı ola bilər. Burada ipucu müəyyən şəkildə verilir. Nədir burada ipucu? Bir dənə fikir verin. Y-nin altı burada baxın T'dir. G-nin üstü nədir burada? A-dır.
Yəni bu A ilə T bir-birinə nədir? Qarşıdır. Əslində desəm ki, A hardadır? Deməlisiniz ki, müəllim, Y-nin üstündədir də o tərəfdə. Yəni A ilə T bir-birinə toxuna bilməz. Ona görə A-nın yanında burada nə ola bilməz? T ola bilməz. A da getdi. Və X hissəsində yoxlayır. X-i də verib əslində. Bizə deyir ki, A-nın altı F-dirsə, A-nın sağ tərəfində X olmalıdır. Belə bir şəkil verir. İndi A-nın altı F-dir. Sağ tərəfi əslində bax bura düşür. Əgər görə bilmirsinizsə, bunu vərəqdə çəkib tezbaza çevirə bilərsiniz. Yəni siz çevirək bir dənə, lap lazımlı bir dənə çevirək. Doğrudan da A-nın altı F-dir. Bunun sağında X sağ hara demək? Gedi ora düşür. Yəni boş hissə X ola bilməz. Ona görə sualımızın artıq cavabı nə oldu? D bəndi. Getdik 41-ci suala. 41-ci sual tərəzi yaxşı bir sualdır və bizə rəqəmlərlə verir ki, oxşun verilən sualda. Baxın, birinci növbədə baxıram ki, burada 1B 3 dənə C-dir. Qayda qanunla əvəz etmə, ixtisar yoxdur sağ solda, əvəz etmə üsulundan istifadə eləməlisiniz. Yəni, əslində ABA bərabərdir. 1B-nin 3C-nin yerinə bir dənə B yazsam. Yəni, normalda bu belə olmalıdır. Əvəz etmə eləmək istəyirsinizsə, deməli, 3C-nin yerində 1B yazıram. Bilirsiniz də 6C olduğuna görə 2B yazsın. Və burada da 1B ilə ixtisar gedəndə artıq 1B bərabərdir nəyə? 2A-ya. Gətir indi burada sualın yerinə qoyuruq. Deməli, hər B-nin yerinə 2A qoymalıyıq. Bizdə 2 dənə A özü var. Hər B-nin yerinə 2A qoyanda əlavə 6 dənə də A yaranır. Bəs biz tapmışıq burada. Yəni bizdə o şimdi nə oldu? 6 dənə A oldu. Və biz yuxarıda misalda qeyddə tapmışıq. Burada alt da A'ya gəldi. Amma baxıram ki, bu biraz yaxşı sərf eləmədi. Lucy bunun tərsinə eləyək. Nə demək tərsinə? Çünki 1B-nin 3C olduğunu bilirik. Bizdə də sözün düzü mən sualı göstərmədim. Sual bizcə nə idi? Biraz tam yaxşı izah olmadı. Ona görə bir dənə sizə buradan göstərim. Bizə deyir ki, üçüncü tərəzinin tarafında qalması üçün neçə C qoymalıdır? Yəni burada C-yə getməyimizi istəyir. C-yə getməyimizi istəyirsə, A-nın neçə C olduğunu bilmirəm, amma B-nin neçə C olduğunu bilirəm axı. Ona görə məsləhətdir bunun yerinə tərsinə. Yəni 3B durub öz yerində, 2 dənə də A-nın yerinə B tapmışıq da bir dənə B yazaq. Oldu 4 dənə B. Yəni 1B 3 dənə C-dirsə, 4 dənə B də nə olacaq? 12 dənə C. Yəni suala da mütləq baxmaq lazım idi. Yəni cavab 12 C hardadır? C bəndi. 42-ci sual 9-dan 13. Deməli bölmə çıxma yoxdur. Topladım 22. 22-dən 7 alınmır. Vursaq nə eləyir? Deməli, vurmadan istifadə eləyib burada. Biraz 30-a baxaq. 14-ü 4-ə vuranda 56 eləyir. Sadəcə 56-nın tərsindən 5-i də 6-ya vurur. Burada da 9-u 13-ə vuranda 117. 117 ilə rəqəmlərin vurub 7 alıb. Cavab 27-ni 4-ə vuram. 108 rəqəmlərin bir-birinə vuranda da 0 olacaq. C bəndə. 43-cü sual. Deməli, əslində bu da çox yaxşı bir sualdır. Lap qəliz bir sual deyil. Saniyə. Deməli, görmək olur əslində. Bunu elə bir şeyi ortadan qayçıyla kəsib, bunu sola atıb, bunu da sağa. Deməli, baxın, bax buradakı bu bu hissə görürsünüz, gəlib hara, bax bu hissə belə və eyni qaydada, bax bu da gəlib bura. Yəni, ortada yarananlar bax bunlardır, 2 dənə bu hissə. İndi biz də nə etməliyik? Bunu ortadan bölməliyik. Bunu sola atmalıyıq. Təbii ki, bu hissəni də sağa atmalıyıq. Bu solda yuxarıda olmalıdır. Yəni belə yox. Bu düzdür. Bax, bunlar səhv düşür. Ya C-dir, ya da ki onsuz da Y-dir. Amma bunu sola atanda bu C-nin burası səhvdir. Bunlar bir-birinə eyni dura bilməz. Onsuz burada fərqlidir yəni. Yoxsa heç vaxt C ola bilməz. Yəni onda beləsə cavab avtomatik nədir? Y-dir. Çətin sual deyil. Sonra növbəti sual. Nədir bizdə? 44-cü sualdır. Yenə bunu variantını da yaxınlaşdıraq yəni yana. Deməli, deyir ki, qanunlu müəyyən edərək sualın yerinə hansı ola bilər? Belə bir şey verib bizə. Deməli, burada
Misalın üslubu nədir? Qaydası nədir? Burada belə bir şey eləyib. Bu bir dənə rənglə göstərim. Deməli, kresla kres bir-birinə əslində bərabər. Bunu biraz görmək olur. Bax, bunun içindəki fiqurlar elə buradakı fiqurlardır. Bax, bu buna bərabərdir. Digəri də bu isə o biri kres kimi buna bərabərdir. Belə. Bizə deyir ki, nələr çatışmır, onları çək. Bunu şeylə, başqa rənglə eləyim. Birinci bu kənar xəttlərini bir də səni biraz qalın eləyim. Kənar xəttlərini bir dənə bitişdirək. O kənar xətti çox önəmi yoxdur, çünki onsuz bütün variantlar bu şəkildədir, ROM formatındadır. Belə. Hə, bizə lazım şimdi buradakı fiquru. Bax bu. Məsələn, bunu bura daşımalıyam. Üç bucağım var. Nəyim var? Xəttim də var. Nəyim yoxdur? Məsələn, olanı çəkməliyəm də. Ta ki, bu xəttim burası yoxdur. Bir dənə də bunu bura daşımaq lazımdır. O da balaca buradan bir xətt belə olmalıdır. Burada xəttim burası olmalıdır. Orta xətt heç də, orta xətt onsuz yox idi, olmalıdır. Belə. E, Artıq görürsünüz, bundan bu indi, bundan bu indi. Cavab hansı olacaq, amma D bu D bəndə olacaq. Rəngində də heç bir problem yoxdur. Yəni kreslə kres bir-birinə bərabər verir. 45-ci sual. Şəkillər necə düzəltdi? Düzdür. Çox adam səhv eləyib burada. Yadımdadır, imtahan sualdı. Bu 36 yazanlar çox olmuşdu burada. Təbii ki, birinci növbədə bir dənə anlayış verək ki, düzbucaqlı o deməkdir ki, düz bucaqlı yox, düz bucaq o deməkdir ki, məsələn, bu bir plus bir də ki, x deyə hər bir belə bir-birinə perpendikulyar olan plus hissədə 4 dənə düzbucaq yaranır. Eyni qaydada bu şəkildə də perpendikulyar veriləndə x-də da 4 dənə düzbucaqlı yaranır. Bunu mütləq bilməliyik. Ona görə birinci növbədə x və ya plus hada onları götürək. Məsələn, bax burada 1, bu 2, bu 3, bu 4. Böyük plusun rombunu çəkir 5. Amma bir dənə diqqətli olun. Və içəridə bir dənə də əlavə 4 dənə olacaq. Elə bil ki, bunun bir dənə rəngini dəyişim ki, artıq başqa rənglə göstərim. Tutaq ki, pilosu bir dənə görürsünüz. Pilosun özünün də bəs 4 dənə düz bucaqlısı olmalıdır. Ona görə bir dənə də 4 dənə belə pilosa görə qoyun. Normalda 6 dənə 4-ün nağdı var. Yəni 24 dənə varımdır. Kənarlar asandır. Yəni ən tinlər. Çünki bir dənə burada yaransa biri 4-ə vurmalısınız da. Kənarlar, yəni hərəsində olsa olmalıdır. Belə. 4 dənə də əlavə var. Niyə ən çox tələb eləsək 36 götürüb onu da deyəcəm indi. Demək ki, neçə tələbə dedi ki, mən hamısını saymışdım. Bax bu hissəni səhv saymışdı. Yəni çox adam deyir ki, mənim biri burada yaranır, biri orada 2 götürmüşdü. O düz deyil. Amma rombun özünün də düz bucaq hissəsi olur burada. Baxın, rombun özündə də düz bucaq yaranır. Ona görə hər tində 1, 2, bir dənə də romb 3. 3 burada, 3 burada, 3 burada, 3 burada. Yəni ki, 12 dənə də əlavə düz bucaq yaranacaq. Bax, orada səfər neçə eləyir? O şimdi 40 eləyir, amma 36 götürənlər çox olmuşdur. 47-ci sual. 45'i dedik. 46. sual. 46. sual kub sualdır. Biraz balacalaşdırım, ekrana yerləşsin. Deməli, məsələ nədir? Əslində çox da qəliz bir sual deyil. Elə qarşı-qarşı üzərlə də cavabı tapı olur. Onsuz elə eləməsi. Amma bir dənə bilin də, bu üçbucaq, bu qara ovala qarşı-qarşıyadır. Qara üçbucaq pilosdan qarşı-qarşıyadır. Bu x-da və x-dan da bax bu oval var. Bir-birinə qarşı-qarşı. Yəni bizə deyir ki, məsələn, x ovala nə edə bilməz? Toxuna bilməz. Arasında mütləq fiqur var. Mən baxıram A-da x ovala toxunur. B-də də x-dan ovala toxunur. D düzdür. C-də də x ovala toxunur. Əslində cavab çıxdı ki, çünki bunu sola eləyəndə x-dan oval toxunur. Hə, все. Cavab nə oldu? D bəndi. Çalışın qarşı-qarşı üzərinə gedək. Yenə çıxanmasıydınız. Başqa. Keçəcəydiniz. Variant arasında qalsaydınız. Qara şübzaq plus arasında baxacaqdınız. Sonra 47-ci sual. Görək nədir? 47-ci sual çətin sual deyil. Burada eləcə sağ tərəfdə. Təbii ki, düzbucaqlı hissəsi bilirsiniz. Azala-azala gedir. Azala-azala gedir. Yəni nazikləşməlidir. Onsuz da hamısının naziklikdən yerini silsin.
Və təbii ki, bu çevrənin bu hissəsi get-gedə artır. Olub belə. Biraz artıq bura kimi gəlir və təbii ki, artmalıdır və tamamlanmalıdır. Bu da B də getdi. A-da çoxdur. D-dən C qaldı. Nə problemdir? Xəttə də baxın. Məsələn, 0 xətt var, 1 xətt var, burada 2 xətt var və məndə 3 dənə xətt olmalıdır. Yəni C bəndə. Getdik 49-cu suala. 48-ci sual. 48-ci sualda da hərəkət effekti var. Həm 90 dərəcə dəyişir, həm də özü yerin dəyişir. Yəni məsələn, baxın bu fiqur görürsüz keçib hara sağa. Amma fiqur sağa keçəndə bir dənə baxın ki, olduğu kimi keçmir. Yəni bu fiqur elə bir ki, bax bura keçir. Sadəcə saat əqrəbi deməli, baxaq bir dənə əksinə hərəkət edir. Bu elə burada qalsın. Əksinə hərəkət eləmək bu deməkdir. Belə. Yəni hamısında elədir. Dəyişəndə məsələn deyəcəksən mən bu fiqur hara keçib? Kres kimi gəlib bura. Düzdür? Amma yenə deyirəm, ancaq 90 dərəcə hərəkət edir. Belə. İndi biz də amma nə hara keçib onu da bilmək lazımdır. Yəni təbii ki, burada Lapilusu da çəkək. Bunu da çəkək. Bu dursun burada. Deməli, məsələn, bu fiqur var. Birinci fiqur keçməlidir hara? Sağa keçməlidir. Bax, bura gəlməlidir. Amma 90 dərəcə sağa dəqiqəsinə əksinə hərəkət eləməlidir. Belə olacaq. İndi düzdür, bir gözünüz variantda olsun. Bu səhvdir, bu səhvdir, bu səhvdir, bu düzdür. Çünki burada 3 var. Və bu da düzdür. Yəni ki, ikisi. Əslində elə olanda o dəqiqə fərqinə baxaq. Elə birini də tapsaq, məsələn, aşağı mənə lazım deyil. Soldan nəsə birini də tapsaq bəs edir. İndi baxın, bu dedi ki, buradakı fiqur hara gəlir? Bax, bu hissəyə gəlir. Görürsünüz, amma 90. İndi mən də bu 2-nin biri var ha. Bax, bu 2-nin birini onsuz da getməliyim bura. E, C bəndə avtomatik səhvdir. Axı, heç 90 dərəcə dəyişməsək də bu da 3-dür. Amma normalda dəyişəndə doğrudan da Y bəndi alınır. Həm özü dəyişir, həm 90 dərəcə. Qayda budur. 49-cu sual bizə deyir ki, deməli 1-dən 7-yə kimi fiqurlar verilib burada. 1-dən 7-yə kimi. Deyir ki, mən aşağıdakı hissəni verilən buradakı nümunə var. O nümunəni də necə yaratmışamsa, sən də aşağıda ona uyğun hərəkət eləməlisən. Yəni nə deməkdir? Deyəcəm 100 sayı başa düşəcəksiniz. Bircə saniyə. Bax deyir ki, bu fiquru nə etməliyəm? Məsələn, yaratmalısınız. Tutaq ki, bu deyirsiniz ki, müəllim, qara, ağ, boz var. Mən 6 ilə başladım. Tutaq ki, bura 6 verdiniz. Nə bilim, sonra ağ, bir dənə ağı tutaq ki, 1 götürdünüz. Nə bilim, ağ, qara varmı bizdə? Ağ, qara yoxdur bir şey. 2 dənə ağ yan-yana olan o da yoxdur. O şey demək ki, 6 ilə başlaya bilməz. Belə-belə şeylərdə biraz yoxlamaq. İndi burada üçüncü tam götürmürəm da. Yəni 6 ilə başlayanmadım. Qara bir dənə nə qaldı? 3 qalıb da. Deməli 3-ü qoydum bura. Bu qara 3-ə getdi. Sonra ağ, boz və ağ var ha. Bax bura bir 7 qoyuram. Sonra keçirəm. Bu bir dənə ağ, o 1-i qoyuram. Sonra qara ilə ağ olan, bir də ki boz olan. Hə, 6-ı da bura qoyuram. Düzdürmü? Bura kimi getdi. Sonra altdan sonra bir dənə o 4 var ha. Bozdan qara. Onu da gətirib bura qoyuram. Belə. Sonra 5-i qoyuram ağla boz. Bir dənə də boz qalıb o da 2. Mütləq hər bir rəqəm istifadə olunmalıdır. Əgər buradakı 3 axıra yenə düşsə o səhvdir. Elə olmalı deyil. İndi düz de mən özüm axıra kimi yazsam da ki düz alınsın görək alınır alınmır. Amma imtahanda belə eləməz. İndi birinci deyir 3-dən başlayır. Siz 3-dən başlamalısınız. Sonra deyir 7 ilə başlamalıdır. Baxın indi əslində axıra kimi getməyin də. Cavab çıxdı. Boz, boz, ağ-qara olan. Baxın bir dənə C bəndidir. Əsas yuxarını düz tapmaqdır. Aşağıda nə var ki, bir iki dənəsini biləndə olsa cavab çıxır. Bu 49 idi və 50-ci sual yaxşı bir sualdır. Şəkildə neçə dördbucaqlı var? Dördbucaq fərqi yoxdur. Bunu kvadratda götürə bilər. Yəni bunu da mən götürəcəm dördbucaq kimi. Buranı da dördbucaq kimi, buranı da hamısı. Bir dənə təbii ki, belə yerlər götürməliyik, çünki boşluq var. Birinci növbədə standart sayırıq. 1,
2, balacaları 3, 4, 5, 6, 7. 7-ci sualdan sonra. Məsələn, başlayaq birinci saymağa. Bu 8, aşağı eləyəndə 9, bu şəkildə 10, sağ eləyirəm 11, bir dənə də özü 12. Bir yer və oranı özüm saymıram. Axırda deyirəm, tələbələrin çox imtahanda 17 yazmışdım. 12-dən sonra keçirəm bura. Bu 13, aşağı 14, bu 15, sağ 16, bir dənə də özü var ha 17. Nə qədər tələbə düz yazanlar var idi, amma səhv yazanlar 17 yazanlar var idi. Deyir müəllim, bura kimi saydım, bax bunu götürməmişdi. Bəs buranı götürdükdə bayaq. Bəs bunu da götürmək lazımdır da. 3-ün 1-ə, bu da 4 bucaqdır. 18 və bir dənə də bu 19. Burada da nə olacaq? 4 bucaqların sayı 19 dənə olacaq. Belə, artıq vergi imtahanda, sınav imtahanda olan 65 sualın 65-i də var. Və rəqəmsalı izləməmişsə izləyin, onda izah var. Verba mətndən təhlilin də ayrıca izah var. 3 video olacaq. Bu da abstrakt hissəsinin izahları. Hamınıza uğurlar.